İmam baxdı Möhtəsimin sarayında ki, bunlar oturmuşdular, süfrə qurulmuşdu nə boyda. Gördü ki, imam gördü bir xalça var Möhtəsimin sarayında, üstündə şir şəkli var. Əlini tutdu həmin xalçaya tərəf nəsə oxudu, o şir o xalçanın üstündən düşdü məclisə. Gəldi harda ki, bunlar oturmuşdular, düşdü ora. İmamın ən böyük möcüzələrindən biri qeyd olunur. Və Möhtəsim özü bu məclisdə rüsvay oldu. Və Möhtəsim özü bu məclisdə pərt oldu. Və Möhtəsim özü qıcıqlanmağa başladı. Və bunu görən qorxusundan hamısı qaçdı. İmam gəldi, durdu ayağa. Nə işarə elədisə o məclisdə heç kəsə o şiir dəymədi. Yenidən təzədən bu məclis dağıldı. Yəni qaçdılar, çıxdılar, getdilər bu sehrbazda. Yenidən qalxdı, yenə şəkil kimi oturdu öz yerində. İmamın ən böyük möcüzələrindən biri idi. Və burada yalan dolan bir şey yoxdur. Burada yalandan bir şey. Mən cinlərin zümrəsindənəm, yəni cin dəstəsindənəm. Allah bizə əmr vermişdi. Bizə əmr eləmişdi Allah. Ki, Nuhun gəmisini qoruyaq. Nuhun gəmisi çıxmışdı suyun üzünə, gedirdi. Bizə əmr olunmuşdu biz cinlərin bəzilərinə. Biz neyniyək? Qoruyaq. Həmin o gəmini qoruyaq. Bəzi cin zümrəsi, bəzi cin tayfası o gəmini batırmaq istəyirdilər. Biz hücum çəkmişdik onların üstünə. Birdən bu cavan, həmin bu sənin yanında oturan, gördüm ki, gəminin içindən elə qılınc vurur. Həmin o gəmini batırmaq istəyənlərə. O qılıncının bir hissəsi gəldi, dəydi mənə. Bax, sinəmdə onun yarası qalıb. Açdı, göstərdi Həzrət Rəsulullah sallallahu aleyhi və səlləm. Səhvən mənə də dəyib, dedi. İndiyənə qədər məni ağrıdır. Mən Həzrət Əlinin aşiqiyəm, mən Həzrət Əlini sevirəm. Sən kino danışacaqsansa, cizgi filmi danışacaqsansa, sən necə Həzrət Əli aşiqi olacaqsan?